Deyirəm ki, Kərbalaya, sonra içərəm. Deyirəm ki, Kərbalaya, kvadratı az, çox sakit bir yer, sənədi kubca, möhtəşəm 2 otaq. Nə axtarırsan? Bax elə bunu axtarırsan. Qardaşım, Masazının qurğundan 200 metr irəlidə, içəridə yox, irəlidə möhtəşəm 2 otaq çıxır satışa. Bilirsən nədir Kərbalaya? Əlivi qoydum bu evə, neymətdir bu ev. Bax, neymət bu evə deyirlər. Qardaş, 2 otaq əşyalı. 4 dənə, bax sayacağım, 4 dənə belə deyək, əşya çıxır. Xaladenik, paltaryon, kondisioner və indi görəcəyin televizor. Vəsə, ondan başqa heç nə çıxmır evdən. Demək olar ki, tam olaraq əşyalıdır. Bu bizim hamam sanzelimizdir. Səliqəli, hər şey gözəl, işləməli bir ev. Bax, bir dənə Kərbalaya, bax, bir də bu televizordan yadlayacağım. Bu 4 dənə əşyadan başqa bütün hər bir şey evin içində qalır. Qardaşım mənim, bir dənə zəhmət olmazsa, bir dənə buraya gəl. Gəl buraya. Balkona qədər isti poldur. Evin də belə deyək, isitmə sistemi, qardaşı isti pol, kombi. Balkona hər iki otaqdan çıxış var. Kərbalaya, zəhmət olmasa bunu çək. Balkona hər iki otaqdan çıxışlarımız var. Özə pəncərədən də baxırsan, masajın qurğu, xırdalan, hər şeydə görsənir. Bugün üçün, bax, real alıcılar, bax, nəzərinizdə olsun, evimizin kupçası əldədir. Bax, əlimdə kupça var. Təsəvvür edin, indi əlimdə yoxdur. Evimizin bugün üçün qiyməti, real alıcı, bax, sən bu evi düşünmədən gəl götür. 74.500 manata Kərbalaya bu evi sizə verir, Allah sənə xeyir də versin, inşallah ki, bu evdə gəlin götürdəsən, bu evdə övladın olsun, bu evdə elə birinci növbədə bu evdə Allaha xidmət eləyəsən. Allah alana da, satana da xeyir eləsin.